Salam, hər vaxtınız xeyir, əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bu gün sizlərə təqdim edəcəyim video izah ədədin bölənləri və bölünənləri haqqında olacaq. Vaxt itirmədən gəlin ilk sualdan başlayaq. İlk öncə testini yerinə yetirək, daha sonra isə açıq tipli çalışmalarla sizləri tanış edəcəm. Gəlin başlayaq. Birinci sualda bizə deyir ki, hansı 36-nın böləni ola bilməz. Yəni 36 hansı ədədə bölünə bilməz. 2-yə bölünə bilər. Çünki biz bilirik ki, sonu cüt rəqəmlərlə bitən ədədlər 2-yə qalıqsız bölünür. Biz bilirik ki, 36 4-ə də bölünür. Çünki 36-nı belə deyək də 4-ə böləndə 9 alınır. 36-nı 9-a böləndə də 4 alınır. Amma 36 7-yə bölünmür. Cavabımız C variantı olmuş olacaq. İkinci sualda bizə deyir ki, ədədin sonu 0 və ya 5 ilə bitərsə, hansı ədədə qalıqsız bölünür? Təbii ki də, sonu 5 və 0 ilə bitən ədədlər 5-ə qalıqsız bölünmüş olur. Deyir, sadə ədəd hansıdır? Biz sadə ədəd haqqında danışanda dedik ki, belə deyək, sadəcə 1-ə və özünə bölünən ədədlər sadə ədədlər sayılır. Yox, 2-dən çox böləni olan ədədlər mürəkkəb ədədlərdir. Ona görə də baxırıq 9 həm 1-ə, həm 3-ə, həm də 9-a bölünür. 3 dənə böləni olur. Ona görə alınmaz. Yəni mürəkkəb ədəddir. 14 həm 1-ə, həm 2-yə, həm 7-yə, həm də özünə. Bu da ola bilməz. Deməli 11. 11 bir-birə, bir də 11-in özünə bölünür. Ona görə də sadə ədədimiz olacaq 11. Yəni C variantıdır. 15 həm 1-ə bölünür. Həm 3-ə bölünür, həm 5-ə bölünür, həm də 15-in özünə bölünmüş olacaq. Yəni cavabımız burada olacaq C variantı. Sadə ədədi istəyir bizdən. Daha sonra baxırıq digərinə. Digərində bizə nə deyir? Yəni 4-də Venn diaqramında sual işarəsinin yerinə hansı ədəd yazıla bilməz? Yazıla bilməz deyirsə, 2-nin biz bilirik ki, sonu 0 və 5 ilə bitən ədədlər, üzrlü sayın, sonu cüt rəqəmlərlə bitən ədədlər 2-yə bölünür və 3-ə bölünmə əlamətini də biz bilirik ki, rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə qalıqsız bölünür. 36 həm belə deyək, 2-yə həm 3-ə bölünür. Çünki 3 üstəgəl 6 eləyir 9. 9 3-ə bölünür. Təbii ki də 6 ilə bitdiyinə görə də avtomatik 2-yə də bölünür. Bu ola bilər. Ola bilməzi soruşur. 1 üstəgəl 4 5, o da bir 6. 6 3-ə bölünür, amma 2-yə bölünmür. Ona görə 1 ilə bitdiyinə görə 2-yə bölünməyəcək. Ona görə B-ni də götürə bilmərik. 6 ilə bitdiyinə görə avtomatik bilirik ki, 2-yə bölünür. Amma görək, baxaq görək. 3-ə bölünür, yoxsa yox. 4 üstəgəl 2, 6, 6 üstəgəl 6, 12. 12 də 3-ə bölündüyünə görə avtomatik 3-ə bölünmüş olacaq. Cavabımız C variantı. Baxırıq 5-ə. Hansı ədəd 3-ə qalıqsız bölünür? Aha, biz dedik ki, rəqəmlərinin cəmi 3-ə bölünən ədəd 3-ə qalıqsız bölünür. Baxırıq, 3 üstə 7 eləyir 10. 10 üstə 1, 11, o da 2, 13. 13 3-ə bölünmədiyinə görə A-nı götürə bilmərik. 1 üstə 2, 3, 3 üstəgəl 3 eləyir 6, 6 üstəgəl 2, 8. 8 3-ə bölünmədiyinə görə, yəni qalıqsız bölünmədiyinə görə götürə bilmərik. 3 üstəgəl 0, 3, o da 4, 7, o da 2, 9. 9 3-ə qalıqsız bölündüyünə görə cavabımız C variantı olmuş olacaq. Baxırıq digərinə. Biri 21-in bölənidir. Aha, 2 ola bilməz, tək ədəddir. 5 ola bilməz, sonu 0 və 5 ilə bitməlidir. 8 ola bilməz, 7 olmuş olacaq 3 dəfə. Deməli, 7-də bizə deyir, hansı ədəd 2-nin bölünəni ola bilməz? Təbii ki də 0, 2, 6 ilə bitdiyinə görə bunlar ola bilər. Ola bilməyən A variantı olmuş olacaq. 8-də bizə deyir, 14 ədədinin neçə böləni var? 1, 1-ə bölünür, yəni 2-yə bölünür, 7-yə bölünür, bir də özünə bölünür. Deməli olacaq 4 dənə. 9-da bizə deyir, verilmiş ədədin bölünənləri aşağıdakılardan hansıdır? 32, 80, 112. Cavabımız B variantı. Aysel qələmlərini hər qaba eyni sayda olmaqla 5 qaba qoydu. Onun qələmlərinin sayı 50-dən çox, 50-dən çox deyirsə, 60-dan azdır deyirsə,
Neçə qələm var? Təbii ki də 50-dən çox deyirsə 51, 52, 53, 54, 56, 57, 58, 59 bunlar 5-ə bölünmür. Biz bilirik ki sonu 0 və 5 ilə bitməlidir. Ona görə sonu 0 və 5 ilə bitən ədəd 50-60 arasında 55 var. Ona görə də cavabımız olacaq A variantı. Baxırıq digərinə. Digərləri uşaqlar asan olanları ya da gəlin eləyək, yaxşı. Deyir, verilmiş birinci tapşırıqda verilmiş ədədlərin bölənlərini seçib dairəyə alın. Aha, 20 hansı ədədə? 2-yə və 5-ə. 35 həm 5-ə, həm də 7-yə. 210 3-ə də bölünür. Ona da 21-in özünə də. 540 2-yə qalıqsız bölünür. Sonu belə deyək, sıfırla bitdiyinə görə bir də 5-ə bölünəcək. Aha, sadə ədədləri dairəyə al. Sadə ədədlər 3. Sadə ədəd 17. Sadə ədəd 23. Sadə ədəd 29. Sadə ədəd 37, bir də 41 olmuş olacaq. Baxırıq digərinə. 3 çox asandır uşaqlar. 3-ü eləməyəcəm. Bunlar da asan dedi, söz yox. Sadəcə 48 ədədinin bölənləri 48-ə hansı ədədlər bölünür? Onu yazacaqsınız, bu qədər. 4-də deyir, bölünmə əlamətlərinə görə 3-ə bölünən ədədləri işarələyin. Aha, 3-ə bölünən ədədləri işarələyəcəksiniz uşaqlar. Sadəcə 2 üstəgəl 0, 2, o da 7, 9. Bu formada hansı bölünəcək? Yəni rəqəmlərinin cəmi. Belə deyək, 3-ə bölünən ədədlər 3-ə qalıqsız bölünəcək. Onu da işarələyəcəksiniz. Doğru fikirlərin qarşısına doğru, yanlış fikirlərin qarşısına, yəni bu qırmızı yanlışı qoyaq. Sonu 0-la bitən ədədlər 3-ə qalıqsız bölünür. Bu səhvdir. Biz dedik ki, rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Rəqəmlərin cəmi 3-ə bölünən ədədlər 5-ə qalıqsız bölünür. Bu da səhvdir. Sonu cüt rəqəmlərlə bitən ədədlər 2-yə qalıqsız bölünür. Aha, bu düzdür. Son 2 rəqəminin yaratdığı ədəd 4-ə bölünürsə, həmin ədəd 4-ə qalıqsız bölünür. Bu da doğrudur. Uşaqlar, deməli, bu izahımız bu qədər. Növbəti izahlarda inşallah ki, görüşərik. Videonu bəyəndinizsə bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Bir də ki, onu qeyd edim ki, ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə 050 500 47 42 nömrəsi ilə əlaqə saxlayıb dərslər haqqında ümumi məlumat ala bilərsiniz. Bu ibtidai siniflər üçün, məntiq və riyaziyyat dərsləri üçün isə 070 352 12 üzr istəyirəm 351 belə deyək 12 52 nömrəsi ilə əlaqə saxlayıb 12 52 nömrəsi ilə əlaqə saxlayıb məntiq və riyaziyyat dərsləri haqqında ümumi məlumat ala bilərsiniz. Bu günlük izahımız bu qədər uşaqlar. Hələlik.